Değerli dostlar, hamınızı salamlayıram. Assalamu aleykum. Bir anlayışı da İslam ənənəsi içərisində olan qeyd eləmək istədim. Vid məsələsidir. Vid almaq, güya dində insan hansısa vid verənlər var, müəyyən olunan insanlar var. Hər kəs onu verə bilmir, əfsuslar olsun, nə hikmətsə. Həmin insanlar kiməsə vid verir və həmin vid alan insanların da gündəlik oxuyası hansısa ərəbcə və yaxud da sayı bitirəsi işləri var. Vid alan insanın danışmağa, öz həyatında öz işlərini həll eləməyə qədər vaxtı yoxdur. Çünki mürid vid verən ona tapşıran hansısa sayı var. 1000, 2000, 10.000 dəfə güya zikr eləməlidir. Hansısa duaları oxumalıdır. Və həmin insanı da küllü miqdarda haramlar əlavə eləyərək, onlardan birisi bəzən vid alan insan deyir ki, mən musiqi olan toya getmirəm. Bu haramdır. Yəni uydurma haramı ortalığa çıxarır. Vid verən insan hansısa bəzi məclislər olur, belə yerlərə getmir. Çünki orada musiqi var, orada içki var və yaxud da və s. İçki içən içsin, o özünə cavabdehdir. Sənə nə var onda? Yəni bu o deməkdir ki, dində birinci hansısa qatılaşdırılmış, yəni möhkəmləndirilmiş mi deyək, yoxsa əlavə edilərək özlərinə bir yol, bir xəritə çizən, xəritə yaradan insanlar var. Güya dində vid götürsən, dini daha yaxşı anlayarsan, vid verənlər də o insanlar verməlidir. O vid verən kimdirsə əgər, o insan əgər vid ondan almasa, o insanın vidi də qəbul olunmur. Yəni, dəyərli dostlar, dində insan olmaq vardır, adam olmaq vardır. İnsanlara fayda verən şəxs və şəxslər yetişdirmək vardır. Birinci növbədə biz bunları nəzərə almalıyıq. Yoxsa mən bu məclisə getmirəm, bu toya getmirəm, bu haramdır, o haramdır demək, Allah Teala Quran-ı Kərimdə deyir ki, dillərinizi bu haramdır, o haramdır deməyə alışdırmayın. Qızıl qaydanı mən sizə deyim. Quran-ı Kərimdə Allah Teala nəyi haram eləyibsə, o şeylər haramdır. Haram olmayan şeylərdən başqa hər bir şey bizə halaldır. Bunun üçün hansısa vid verən, vid götürən, vid verənlərin dalınca bir o qədər də qaçmağınıza ehtiyac yoxdur. Çünki dinə biz baxanda birinci insan olmaqdan başlayır din. Adam olmaqdan başlayır. Namaz qılmadan qabaq Allah Teala deyir, qəlb təmizliyindən, ağıl təmizliyindən, şirkdən uzaq durmaqla insan olunur. Şirk qabağında büt qoyub baş əymək, o şirkdir, bilinən şirkdir. Ancaq içimizdə yaşayan şirki biz daşlamalıyıq. Yoxsa o həccə gedib orada bütpərəstlərin adətlərini eləyirlər, daşın üzərinə daşlar atır, güya şeytan daşlayır. Bu bütpərəstliyin adətidir. Yəni bu anlayışlar doğru anlayışlar deyildir. Allah Quran-ı Kərimdə bizə nə haram eləyibsə, o haramlardan çəkinməliyik. Onlardan başqa yerdə qalan hər bir şey bizə halaldır. Vid məsələsinə gəldiyimizdə də bu adət ənənədir. Quranın 6236 ayətində heç bir insan göstərə bilməz ki, dində, İslamda vid vermə və vid götürmə anlayışı var. Heç kim bunu deyə bilməz, çünki yoxdur belə bir şey. Olmayan bir şeyi İslama əlavə olunub, ediblər və olmayan bir şeyi də din kimi yaşatdırırlar. İnsanlar adətlər eləsinlər, adətlər itirməsinlər. Bəlkə də kiminsə xatirəsi var və yaxud da nəyisə var.
Ancaq o adətləri dinləşdirməyin. Məzhəb fikirdir və yaxud da hansısa rituallardır və yaxud da kiminsə fikirləridir. Onu dinləşdirməyin. Vid götürmək dinləşdirməyin. Zikir bir şeyi la ilahe illallah çox deməklə zikir olunmur. Zikir Qur'anı anlayıb beynimizdə yaşataraq onunla yaşatmaqdır. Yoxsa gündə 1000 dəfə la ilahe illallah demək zikir deyildir. Zikir Qur'anı anlayıb Qur'anla yaşamaq, yaşatmaq. Qur'anla yaşaya bilməkdir zikir. Və aleykum assalam və rəhmətullahi və bərəkatuhu.